Salam əziz treyderlər. Sizinlə layihə guru Markets korporasiya haqqında ümumi məlumatlarla başlayırıq. Zəruri hallarda dayanacaq yerləşdirmək mümkündür. Sizi sözügedən təşkilatın hər bir parametrini daha diqqətlə nəzərdən keçirməyə dəvət edirik. Şirkətin əsas göstəricilərinə baxacağıq. Rio Tinto PLC ADR, ticker RAO. Bu baxış 13 aprel 2025-ci il tarixinə olan məlumatlardan istifadə etməklə edilib. Təsnifatına görə Guru Markets Korporasiya Rio Tinto PLC ADR alt kateqoriyaya aiddir. Metal Color qiymətləndirmədə 47 şirkət iştirak edir. Bu çox təmsilçidir. Bu videonun sonunda sifariş cədvəlinə baxacağıq. Şirkət üçün cəmi 10 baldan 5 bal. Alt kateqoriya üzrə orta bal 1,1 baldır. Çox geniş baxsanız, bütövlükdə bütün fond bazarı daxilində. Qeyd edək ki, bütövlükdə bütün fond bazarı üzrə orta xal 1,9 baldır. Şirkət üçün 5 ballıq reytinqə qarşı Rio Tinto Group. Şirkətin səhmlərinin qiymət hərəkətinin müqayisəsi Rio Tinto PLC ADR və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda səhmlərin olduğunu görürük. Rio Tinto Group mənfi 14,5% dəyişmə göstərdi. Alt kateqoriyada qiymət dəyişikliklərinə qarşı mənfi 20,5%. Bu qəti heç nə demir, lakin bu faktı nəzərə almaq lazımdır. Şirkətin bazar kapitallaşması Rio Tinto PLC ADR 71,27 milyard dollar dəyərində qiymətləndirilib. Alt kateqoriyanın bazar kapitallaşması 368 milyard dollardır. Rio Tinto PLC ADR 19,348% paya malikdir və alt kateqoriyada yer alan iri şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 42,62 milyard dollar həcmində qiymətləndirilir. Alt kateqoriyanın kapitallaşması isə 161 milyard dollardır. Rio Tinto PLC ADR 26,552% pay təşkil edir. Birjanın səhmlərini və balans dəyərini müqayisə edərək aşağıdakıları görə bilərik. Paylaş Rio Tinto Group alt kateqoriyada qiymətləndirilməsi vəziyyətində isə mübadilə dəyəri %19,348 təşkil edir. Balansın kapitallaşması 26,552% təşkil edir. Bu da mübadilə dəyərinin payından 37% çoxdur. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi yaxşı 1 bal. Tədqiq olunan şirkətin borc öhdəlikləri 10,652 milyard dollar təşkil edir. Kapitallaşmaya olan borc kapitalın 25%-ni təşkil edir. Şirkətin borcları üzrə xal yaxşı 1 bal. Şirkətin bazar qiymətinin mənfəətinə balansı 6,2. Alt kateqoriya üzrə orta göstərici 13,1 olmaqla, bu alt kateqoriya üzrə orta göstəricidən 53% aşağıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin fond bazarı dəyərinin onun mənfəətinə qiymətləndirilməsi çox yaxşı 2 bal. Son 12 ayda mənfəət 11,492 milyon dollar olub. Gələcək 12 ay üçün proqnozlaşdırılan mənfəətin ilkin olaraq 7,983 milyon dollar olacağı gözlənilir. Bu, indiki vaxtdan 30,5% azdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi dözümlü mənfi 0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 1,3-dür. Alt kateqoriya üzrə orta göstərici 1,8-dir ki, bu da alt kateqoriya üzrə orta göstəricidən 28% aşağıdır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin səhmlərinin qiymətinin gəlir göstəricilərinə qiymətləndirilməsi yaxşı 0,5 bal.
Son 12 ayda gəlir 53,380 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlirin 37,80 milyon dollar olacağı gözlənilir. Bu, indikindən 31% azdır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə proqnozlaşdırılan gələcək satış həcmlərinin qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Satış marjası 21,5%, alt kateqoriya üzrə orta hesabla 14,1%dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 7,4% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gəlirliliyin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 31,844% təşkil edir. Bu, bazar kapitallaşma payının 65% artması deməkdir. Və bu fakt şirkətin cari bazar dəyəri arasındakı uyğunsuzluğu əks etdirir. Rio Tinto PLC ADR daha az qiymətləndirməyə doğru. Təşkilatın bir işçisinə düşən bazar kapitalının məbləği 1196 min dollara bərabərdir. Alt kateqoriyada isə 1969 min dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 39,3% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən bazar kapitalının həcminin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Fərdi işçiyə düşən mənfəətin məbləği 192,9 min dollardır. Alt kateqoriya üzrə orta qiymət 150,6 min dollardır. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 28% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin bir işçiyə düşən gəliri 896 min dollardır. Alt kateqoriya üzrə 1069 min dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 19%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fərdi işçiyə düşən gəlirin qiymətləndirilməsi, dözümlü, 0 bal. Satışa çıxarılan səhmlərin payı 0,6%, alt kateqoriya orta hesabla 2,9% təşkil edir. Bu, qısa bir sıxılma riskinin göstəricisidir. Texniki göstərici RSI 14 şirkət üçün %42 səviyyəsini göstərir. Rio Tinto PLC ADR. Alt kateqoriyada isə RSI səviyyəsi 14,44%dir. Orta hesabla alt kateqoriyanın qiymətli kağızları şirkətin səhmləri ilə eyni şəkildə kotirovka edilir. Rio Tinto PLC ADR. Şirkətin cari səhm qiyməti təxminən 56,87 dollardır. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən 82,34 dollardır. Cari təxminlə konsensus proqnozu arasındakı fərq təxminən 45%dir. Mövcud olan sifariş cədvəlinə baxaq, bağlanmış şərhdə ona bir keçid. Sifariş cədvəli məlumat və arayış sistemi tərəfindən müəyyən bir mövsümdə əvvəllər qəbul edilmiş tamamilə bütün qərarları ehtiva edir. Guru, Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuzdur və açıqdır. Link bağlanmış şərhdə. Şirkətin təhlili nəticəsində Rio Tinto Group. Səhmlərin qiymətləndirilməsi üçün məlumat və arayış sistemi Guru, Markets qərar qəbul edilib. 56,86 dollar qiymətinə almaq üçün sifariş açın. Sifariş şirkətin nisbətən yüksək qiymətə malik olması səbəbindən açılıb. Şirkətin qiymətləndirməsi qiymətləndirmə modelinə, AKİMin indeksinə əsaslanır. Mənfəət götürmək 60,88 səviyyəsində müəyyən edilmişdir. Stop loss 52,84 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda,
Bu halda sifariş 13 may 2025-ci il tarixli mübadilə sessiyasının nəticələrinə əsasən müstəqil şəkildə bağlanır. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker, LZM, əks balanslaşdıran satış ticarətinə çevriləcək. Balanslaşdırma sifarişi ilə bağlı video bu kanalda yayımlanacaq və ya artıq yayımlanıb. Sifarişlərdən birini bağlayarkən, əsas və ya balanslaşdırıcı. Əks sifariş faktiki qiymətə bağlanır. Bu videoya baxdığınız və məlumat və yardım sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun Guru Markets.